Salam əziz şagirdlər. Bugün the noun, yəni isim mövzusunu izah edirəm sizə. Demək, isim Azərbaycan dilində olduğu kimi bütün ad bildirən sözlər isim nitq hissəsi adlanır və isimlər üç cür olur. Morfoloji quruluşuna görə sadə isimlər, düzəltmə isimlər, mürəkkəb isimlər. Bunun İngiliscə adını mütləq şəkildə yadda saxlamaq lazımdır. Çünki biz test işləyərkən Azərbaycan dilində sualla qarşılaşmırıq. Yalnız İngiliscə suallar tərtib olunur və cavablarda da seçim edirik. Simple nouns, sadə isimlər, derivative nouns, düzəltmə isimlər, compound nouns, mürəkkəb isimlər. Sadə isimlər Azərbaycan dilində olduğu kimi bir kökdən ibarətdir, heç bir şəkilcisi yoxdur. Məsələn, a town, annex və s. Düzəltmə isimlər isə kökdən və söz düzəldici şəkilçilərdən ibarətdir. Bu şəkilçilər sufiks və prefiks olaraq fərqlənir. Sufikslər sözün sonuna artırılır, prefikslər isə sözün əvvəlinə artırılır. Aşağıdakı sufikslər vardır, ən aktiv işlənən. Bu sufiksləri mütləq əzbər bilmək lazımdır və bunu əzbərləməyin yolu onların daxilində olduğu sözləri əzbər bilməkdir. Ancaq bizim bəzi sufikslərimiz vardır ki, o sufikslər kitabda da ulduzlanmışdır. Bu o deməkdir ki, bu sufikslər təkcə isim düzəltmir. Bunlar sadə isimlərin daxilində ola bilər. Bunlar sifət düzəldə bilər, feil düzəldə bilər və s. istifadə olunur. Və əziz şagirdlər, prefikslər gözümüzün qarşısındadır. Prefiksləri də yadda saxlamaq üçün mütləq şəkildə ən azı 2 isim öyrənmək lazımdır, əzbərləmək lazımdır. Demək, bayaqlarım, yəni ulduzlanmış bizim şəkilçilərimiz var idi. Hansı ki, mən sizə izah etdim ki, o şəkilçilər həm də sifət düzəldə bilər, isimin daxilində ola bilər, sadə isim ola bilər. Bunlardan biri shipdir. Ship həm də gəmi deməkdir. Ona görə mürəkkəb isim də düzəldə bilir. Eyni zamanda düzəltmə isimində də şəkilçi kimi istifadə olunur. Mürəkkəb isim olaraq çox az sayda shiplə birlikdə isimlərimiz var. Ona görə bunları əzbər bilmək lazımdır. Spaceship, warship, steamship, battleship və s. Şəkilçisinə gəldikdə o da ulduzlanmış bir şəkilçidir. Şəkilçisi sifətə və zərfə artırıla bilir. Müqayisə dərəcəsində olarsa əgər onlar düzəltmə isimlərin sonunda işlənir, müqayisə dərəcəsində sifətlərin sonunda işlənir və sadə isimlərin daxilində ola bilər. Burada əsasən biz sadə isimləri mütləq yadda saxlamalıyıq ki, father, butter, member, danger, tower və s. isimlər vardır ki, onların sonu erlə bitir, amma onlar simple noundurlar. Yəni, onlar derivative noun deyirlər. Gəldik ing şəkilçisinə. Ing şəkilçisi də homonimlik xarakteri var. Ing şəkilçisini də düzəltmə isimlərin sonunu artıra bilərik, sifətin sonunu artıra bilərik, davam edici zamanda feillərin sonunu artıra bilirik və sözün tərkibində də ola bilər. Sadə bir ismin tərkibində ola bilər. Düzəltmə isim beginning, building, sifətlərin sonunda interesting, boring, etc. Davam edici zamanda isə is playing, is going və s. Sözün kökündə isə isimlərdə evening, selling sözlərinin sonunda ing şəkilçisi görür. Ancaq bu şəkilçi deyil, sözün kökündədir. Y şəkilçisi də sifət həm də isim düzəldə bilir. Ona görə diqqətli olmaq lazımdır.
sözləri tanımaq lazımdır. İsim olaraq discovery, honesty, difficulty sözlərində Y şəkilsi artıraraq ismə çevrilib. Sunny, foggy, rainy, frosty sözlərində isə isimdən sifət düzəltmək üçün sözlərin sonunu artırılıb. Aşağıdakı ment hissəsi ilə düzələn isimlərə də diqqət yetirək. Ment həm düzəltmə şəkilçidir, yəni isimlərin sonuna artırılaraq söz düzəldir. Eyni zamanda mentlə bitən sadə isimlər də var və bunlar az sayda olduğuna görə mütləq şəkildə əzbərlənməlidir. Moment, monument, cement, element, document, instrument, parlament. Və əziz şagirdlər, mürəkkəb isimlərdə 2 və daha artıq sözün birləşməsindən yaranır. Bu sözlər bitişik, defislə və ayrı-ayrı yazıla bilər.